Bugün travma sonrası stres bozukluğundan danışırıq. PTSR. Öz ağrılarınız, acılarınızı təsvir edin. Birinci cümlə buradan başlayır. Əgər özünüzü sağaltmaq, şəfalandırmaq istəyirsinizsə, özünə dəstək hansı formada lazımı gəldiyini izah edir. Rəsm çəkmə qabiliyyətiniz yox. Burada əsas öz travmanızı hansı şəkildə ifadə etməyinizdir. Şuuraltıdan xarici dünyaya doğru. Materialini mir. Öz hisslərinizə imkan verin ki, vərəqə ötürülsün. Həmişə yazmaq deyirlər də yaxşı bir şeydir. Yüklənəndə, təzyiq hiss eləyəndə jurnaling deyirlər o metoda, səhv eləmirəmsə. O mənada hissləri yazırsan, sonra çırıb atırsan, yandırırsan, nəsə eləyirsən ki, ürəyin sakitləşdirsin. Bəzən olur da belə xırda parçalara ayırırsan, necə sənə rahatdırsa. Hər hansı bir yerə gizlədirsən, amma atmaq ən yaxşısıdır, çünki yenidən oxumaq imkanı olmur, yenidən ağrıcıya qayıtmırsan o mənada. Təsəvvür edin ki, travma bədənin harasında yerləşir, rəngi necədir, forması necədir, nəyə bənzəyir. Bizə aiddir, o ya qazanılmadır. Onunla söhbət edin, nə istəyir, niyə buradadır, nə etmək lazımdır ki, getsin. Üçüncü, travma ancaq psixikada yaşamır, bədəndədir. Yastıq götürün və onu döyün, döyəciliyin. Bütün hissləri ona ötürün, köçürün. Uşaqlıqda ifadə edə bilmədiklərini və özünü qoruya bilmədiklərini, məsələn, ağlama, yekə kişisən, qızsan, bəyəm, niyə ağlayırsan? Hər hansı bir yıxılanda ya nəsə olanda, uşaq özünü narahat hiss eləyəndə adətən atalar tərəfindən istifadə olunan cümlələrdir. Bəzən elə yaşlılar tərəfdən, nənə baba tərəfindən istifadə oluna bilər, ya başqa bir orada bulunan hər hansı bir başqa adam tərəfindən. Emosiyalarını uşaq ifadə eləməyəndə, bloklayanda təzyiq, gərginlik hiss edir və bu ilə əslində uşaqlara aid cinsəllik mövzusundan da danışanda ki, hansısa bir şeylərə başvurur. Tək kuklanı döymək deyil də, başqa bir şeylərdə. Və sən onu müşahidə edirsən, ən çox uşaq masturbasiyası haqqında danışanda da bu mövzulara toxunurlar. Və emosiyalar ifadə olunmayanda başqa bir şəklə keçirlər. Uşaq gərgin olur. Hər nə qədər yetkinlərdə də bu eyni bir şəkildə baş verir də onsuz da. Sadəcə biz öyrəşmişik 18 yaşına qədər olmayan adamı adam kimi qəbul eləməməyə və ya əvvəl deyir, uşağı döyə bilərdi, itələyə bilərdi, ağır söz deyə bilərdi. İndi artıq çəkinirik bu mövzulardan. Hər yerdə biz uşaqları üfürə-üfürə yanaşırıq. Müasir yanaşma metodika bu şəkildədir. Amma yazıdadır da o, belə tətbiq ediləndə artıq sual altındadır ki, edə bilirikmi, yoxsa yox. Bəzi adamlar, bəzi ailələr, bəzi yetkinlər, bəzi valideynlər icazə verir uşağa emosiyalarını yaşamağa, hisslidirsə ifadə eləməyə, ya nə bilim ağlamağa, qışqırmağa, nəsə eləməyə icazə verir də həmin situasiyada, gərgin durumda. Bəziləri isə imkan vermir. Dediyim, yəni oyunla bağlıdır. Hirsdə ağrı, göz yaşı gizlənir. Bununla siz ilk addım atırsınız hisslərdən azad olmağa doğru. İçinizdən təkrar edirsiniz və ya səsli bir şəkildə də təkrarlaya bilərsiniz. Mən heç nədə günahkar deyiləm, mən uşağı idim, bu sənin travman idi və sən oradan çıxış edirdin. Artıq o yaşda onu yaşayan özünə müraciətlə deyirsən bunu ki, sən, mən hal-hazırda bu gündəyəm və sənlə danışıram, hansısa bir zamana qayıdıb. Bu sənin travman idi və sən oradan çıxış edirdin. Sən emosiyalarınla baş edə bilmədin. Bunu yazanda, özüm üçün oxuyanda, ilk dəfə tərcümə eləyəndə bir hadisə yadıma düşdü. Mənim də öz təcrübəmdə yaşadığım ki, bilməm, qeyri-ixtiyari bir şəkildə həmin ana qayıtmaq istədim və orada özümdən üzr istəmək istədim ki, yaxşı bir şey deyil idi də, alındıra bilmədim falan bir şeyi. Düz deyə o keçib də 7 il, 10 il, neçə ilsə keçib üzərindən. Amma yenə də nədənsə bunları yazanda o ağlıma gəldi. İlk həmin şeylə assosiasiya olundu ki, mən həmin anda özümə nə deyə bilərdim, necə eləyə bilərdim. Sən böyük idin, amma mən uşaq idim. Mən özümdən məsuliyyəti atıram. Sənin etdiyin əməllərə görə cavabdehliyi mən daşımıram. Sonra bağışlamaq. Məcbur deyilsiniz bağışlamağa. Öz təcrübə, yetkinlər, valideynlər öz təcrübə hisslərini, yox. Öz təcrübə və hisslərini qəbul etməlisən, anlamalısan. Yetkinlər, valideynlər bunu bilərək etməyiblər. Bu onları haqlı çıxarmır.
Şiddət bu və ya digər formada davam edirsə həyatında hal-hazırda da sən məsafə qoya bilərsən, əlaqəni kəsə bilərsən, özünün yaxşı formanı seçə bilərsən. Özün üçün yaxşı bir formanı seçə bilərsən. Özün üçün ən yaxşısını seçmək təbii ki, hamının istədiyi bir şeydir. Sadəcə bəzən başqası ilə güc yarışdırmalı olduğumuza görə və tab gətirə bilmədiyimizdə görə bu şeylər zaten onlara görə olur. Və hər daim də deyilir də, hər bir xəstəliyin kökündə hansı hisslər yatır. Tiroid sənsə sözləri udmusan deyə bilməmisən. Bu təzə bir şey deyil, bu illərdir var deyilir. Tək tiroidlə bağlı yox, bütün xəstəliklərlə bağlı bu sözlər var, bu fikirlər var. Yəni bu o deməkdir ki, sən dərman müalicəsi ilə, həkimlə bərabər ruhsal dünyada da gəzinməlisən, səyahət eləməlisən və özü bu tərəfdən də müalicə eləməlisən, stresə qarşı qoymağı bir şəkildə bilməlisən ki, atdığın dərmanların, etdiyin müalicənin bir effekti görünsün. Özünüzə yaxşı baxın. Günəşli bir həftə sonundan xoş bir notlarla gününüzü bitirməyi diləyirəm. Saat hələ 6-ın yarısı, birazdan hava qaralır. Axşam günəş batdığı zaman imkan qədərilə yürüyüşlərinizi yapın. Bu yaxşı bir vərdişdir, anladığım qədərilə son zamanlar kəşf etdiyim. Düzdür, özüm eləmirəm, başqasının dilindən eşitmişəm. Daha öncə də vurğulamışdım bu məqamı. Mən özümə çay dəmləmişdim, onu içməyimlə məşğulam. Mənə düzü çatmır günlər, saatlar. Heç nəyi produktiv bir şəkildə, effektiv bir şəkildə istifadə etdiyimi düşünmürəm. Hər daim özümü bu mövzuya görə qınayıram. Bilirəm ki, tək deyiləm, başqaları da var. Xüsusən 30-larında, 40-larında olan, bəlkə 20-lər, 18-lər bir şeyləri tam özü ilə bu mənada savaşmır. O deyir ki, hələ şansım var, zamanım var, hələ hər bir yolu əl atsam, məndə hər şey çiçəklənər, gözəldir hər şey falan. İnsanın özünə məhdudiyyət, limit qoymağı yaxşı bir şeydir. Amma bəzən də bilmirəm, bir şəkildə belə hiss edirsən ki, hər zaman nəyə əl atsam, hər şey düzələr, yaxşılaşar. Bəzən bu frekansda olursan, bəzən başqa bir modda olursan, başqa bir əhval-ruhiyyədə. Belə nəyinizi itirsəz, nəyi deyirlər, çusto yumora, özünüzlə dalga geçməyi də məncə deyirlər ki, itirməsəz yaxşıdır. Gülməyi, özünü ələ salmağı, başqalarına nəsə də kahkaha atmağı, bunları tərk etməmək lazımdır. Onsuz da itki və qazanc hamı üçündür də, tək bir adamın ətrafında dönmür dünya, həyat. O mənada.